Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. DOSTV-nin efirində xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə DOSTV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Maraqlı bir mövzumuz və eyni zamanda ən son xəbərlərimiz ilə qarşınızdayıq. Efirimizə başlayaq. Bugün İş Saatında Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarından və eyni zamanda sosial tərəfdaşlarla birgə icra olunan digər tədbirlərdən danışacağıq. Qonağımızla birgə bir qədər sonra studiyamızda müzakirəmiz olacaq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Karyera körpüsü layihəsi çərçivəsində karyera düşərgəsinə başlanıb. Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçiriləcək. Daha ətraflı həftənin xəbər xilasəsində. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi Karyera körpüsü layihəsi çərçivəsində karyera düşərgəsinə başlanıb. 5 gün davam eləyəcək düşərgə müddətində iştirakçılar üçün motivasiya, özünü dərk etmə, əmək bazarı, karyera planlaması, effektiv ünsiyyət, vaxtın idarə olunması mövzularına dair interaktiv təlimlər təşkil olunacaq. Düşərgə iştirakçıları həmçinin CV hazırlanması, iş müsahibəsinə hazırlıq və süni intellektin əmək bazarına təsiri kimi mövzuları əhatə edən təlimlərə, mədəni əyləncəli proqramlara cəlb ediləcəklər. Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirəcək. Aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da Ağalı otelində təşkil olunacaq. Tədbirdə iş axtaran şəxslərə 18 müəssisə tərəfindən 80-dən çox vakansiya təqdim ediləcək. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Dövlət Məşğulluq Agentliyinin icra etdiyi işə götürənlə birgə işçilərin əmək haqqının maliyyələşdirilməsi proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib. Onların məşğulluğu üçün 190 işə götürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-ədək şəxs iş yeri əldə edib. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Bakı və Sumqayıt şəhərlərində əmək yarmarkaları keçirilib. Agentliyin Bakı və Abşeron-Xızı regional məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə 62 işə götürən tərəfindən 445 vakansiya təqdim olunub. Bakı şəhərində keçirilmiş əmək yarmarkası İçəri şəhər Dövlət Tarix Memarlıq Qurğu İdarəsi ilə birgə təşkil edilib. Yarmarkalar zamanı iştirakçılara təqdim olunan vakansiyalar üzrə tələblər, iş şəraiti və işə qəbul prosedurları barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Məşğulluq sahəsində həyata keçirilən tədbirlər ölkənin bütün bölgələrini əhatə eləyir. Hər həftə regional məşğulluq filialları tərəfindən yeni əməkdaşlıqlar qurulur, vətəndaşlara xidmətlər göstərilir və məşğulluq imkanları genişləndirilir. Həftə ərzində regional məşğulluq filialları tərəfindən görülən işlərin icmalını təqdim edirik. Özünü məşğulluq proqramı bir çox vətəndaşın sahibkarlıq fəaliyyətinə başlamasına imkan yaradır. Proqram çərçivəsində kiçik dəmirçi sexi zərfi üzrə dəstəklənən Rəhman Kərimov da bu imkandan yararlanaraq öz işini qurub. İndi isə onun uğur hekayəsinə nəzər salaq. Kiçik dəmirçi sexində işləmişəm 2022-ci ilə qədər. O müddətlərdə eşitdim ki, dövlətin belə bir layihəsi var. Vətəndaşları avadanlıqlarla təmin edir.
Gördüm ki, orada avadanlıqlar var mənim sahəmə uyğun. Yaxınlaşdım dost mərkəzinə, müraciət elədim. Oradan mənim sahəmi veriləcək avadanlıqları izah elədilər. 2023-cü ildə Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Oradan məni çağırdılar, təlimlərə yönəltdilər, təlimlərdə iştirak elədim. Kursu bitirdikdən sonra avadanlıqlarla təmin olundum. Ondan sonra da özümə bir şərait qurdum, sex açdım. İndi verdikləri avadanlıqlarla işləyirəm, hər şey yaxşıdır, hər şey normaldır. Yəni, əlində peşəsi olan hamıya məsləhət görərəm ki, bu layihələrdən istifadə eləsinlər, yararlansınlar, dövlətin verdiyi avadanlıqlardan istifadə eləsinlər. Yaxşıdır, yəni işə başlamaq istəyən insanlar üçün çox gözəldir, çox yaxşıdır. Mən yəni ki, hamıya da məsləhət görərəm ki, bu layihələrə qoşulsunlar, müraciət eləsinlər. Burada yəni itirəcək heç bir şey yoxdur. Davam edirik. Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı kursları vətəndaşların yeni bilik və bacarıqlar qazanaraq işlə təmin olunmalarına dəstək verir. Bu imkandan yararlanan Vüsal Həsənovun peşədən işə gedən yolunu dinləyəcəyik. Mən Həsən Vüsal, 23 yaşım var. İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini bitirmişəm. 24-cü ildə hərbi xidmətə getdim. 25-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra internet səhifəsində bir məlumat gördüm. Orada mühasibat SOTU təlimi barədə məlumat gördüm. Bu mənim diqqətimi çəkdi və müraciət edərək qeydiyyatdan keçdim və onlar mənə kursa qəbul etdilər. 3 aylıq tədris prosesində müəllim heyəti, tədris forması, sonra onların peşəkarlığı, hər şey yüksək səviyyədə idi. Kurs müddətində mənə mühasibat SOTU, 1C proqramı, qaymələrin vurulması, bank əməliyyatları və bir çox mühasibata aid əyani və praktiki məlumatlar keçirildi. Təlimi uğurla başa vurduqdan sonra sertifikat təqdim olundu və peşə kursları təşkil edən şirkətin dəstəyi ilə işlə təmin olundum və işimdən çox razıyam. Kurs müddətində öyrəndiyim bilikləri, əyani və praktiki bilikləri öz işimdə tətbiq edirəm. İş həyatına tez atılmaq istəyənlər və özünü inkişaf etdirmək istəyən bütün gənclər bu cür peşə proqramlarına qoşula bilərlər və onu da əlavə eləmək istəyirəm ki, bu peşə proqramları tam ödənişsizdir və bu peşə proqramlarında təkcə mühasibatlı kurslar yox, bütün peşələrə uyğun tam ödənişsiz kurslar keçirilir və bu kurslara qoşulmaqla iş həyatına daha tez başlaya bilərsiniz. İş saatını izləyirsiniz, hörmətli tamaşaçılar. Bugünkü mövzumuz əmək yarmarkaları ilə bağlıdır. Sosial tərəfdaşlarla görülən digər işlərdən də danışacağıq. Eyni zamanda əmək yarmarkalarının icrası ilə bağlı cari il ərzində hansı işlər görülüb, hansı nəticələr əldə edilib. Bu barədə daha ətraflı indi studiyamızın qonağı ilə müzakirəmiz olacaq. İş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla İş Departamentinin Sosial Proqramlar Şöbəsinin müdürü Toğrul Turabovdur. Xoş gördük sizi, Toğrul bəy, xoş gəlmişsiniz. Xoş gəldik. Təşəkkür edirəm dəvətinizə görə. Təşəkkür edirik gəldiyiniz üçün. Toğrul bəy, qeyd elədiyim kimi əmək yarmarkalarından danışırıq və bu aktiv məşğulluq tədbiri Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən həm önəmli, həm də həqiqətən də aktiv məşğulluq tədbirlərindən birisidir. Çünki həm paytaxtda, həm də bölgələrdə əmək yarmarkalarının keçirilməsi prosesi çox intensiv şəkildə həyata keçirilir. Ümumiyyətlə, cari ilin birinci yarım ilini əmək yarmarkalarının icrası baxımından necə qiymətləndirmək olar? İlin əvvəlini necə planlaşdırmışdırsa o şəkildə davam elədimi? Həm paytaxt üzrə, həm də bölgələr üzrə ümumi mənzərəni necə qiymətləndirmək olar? Ümumiyyətlə 2026-cı ilin birinci yarısını qənaətbəxş hesab etmək olar. Çünki biz 2026-cı ildə departament olaraq aktiv məşğulluq tədbirləri üzrə özümüzün gələcək hədəflərini müəyyən edirik və həmin hədəflər üzrə iş prosesinə başlayırıq. Qeyd etmək lazımdır ki, əmək yarmarkalarda bizim departamentin fəaliyyət istiqamətlərindən biridir. Həmçində bu aktiv məşğulluq tədbiri işsiz iş axtaran şəxslərin məşğulluğunun təmin edilməsi, həmçində işə götürənlərə dəstək mexanizmlərindən biridir ki, bu keçirilən əmək yarmarkalarında həm işə götürənlərimiz lazımi kadr potensialını öyrənir və həmin kadrı seçmək üçün şans yaranır və vakansiya tələblərinə uyğun təbii ki, kadrını seçmək bir növdə işsiz iş axtaran şəxslərin real əmək bazarında olan vakansiyalarına tanış olur və həmin vakansiyalar üzrə ilkin müsahibələrdə iştirak edir və digər hallarda isə
aktiv məşğulluq tədbirlərinə qoşula bilir, peşə yönümünə dair məsləhət xidmətləri alınır, peşə seçiminə və ilkin müsahibə şərtini ödəyən şəxslər növbəti mərhələlərə keçirilir. Qeyd etmək lazımdır ki, biz 2026-cı il üçün 200 əmək yarmarkasının keçirilməsini hədəfləmişik və bu yarım il çərçivəsində biz 126 əmək yarmarkası keçirmişik. Bunun 68-i ümumi yarmarka idi, 58-i isə mini yarmarka şəklində təşkil olunmuşdur. Ümumiyyətlə bütün belə deyək də Azərbaycan Respublikasının bütün ərazisində həm işğaldan azad edilmiş ərazilərdə də bu əmək yarmarkaları keçirilir, həm də digər regional mərkəzlərdə, digər rayonlarımızda da bu kütləvi hal almışdır. Və qeyd etmək lazımdır ki, yarmarkanın təşkili məqsədləri bir növ həm işə götürənimizə dəstək və onların iş axtaran işsiz şəxslərlə birgə təmasda olması üçün şəraitin yaradılmasıdır və digər bir məqsədimiz isə iş axtaran işsiz kimi qeydiyyatda olan şəxslərin məşğulluğunun təmin olunmasıdır. Bu həm işğaldan azad edilmiş ərazilərə köç etmiş şəxslərin, həmçində bizim belə deyək də, qeydiyyatda olan işsiz iş axtaran şəxslərimizin məşğulluğunu təmin etməsi məqsədi ilə həyata keçirilən bir aktiv məşğulluq tədbiridir. Ümumi proqnozlara baxsaq, biz ilin sonuna təbii ki, bu hədəfi artırılması ilə yerinə yetirəcəyik. Ümumi proqnozumuza əsasən biz bu il 200 əmək yarmarkasının keçirilməsini hədəfləyirik və təbii ki, artırılması ilə bunu ilin sonunda icra etməyi düşünürük və təbii ki, bu yolda biz işə götürənlərimizlə sıx əlaqədəyik və bizim həyata keçirdiyimiz dəyirmi masalarda, görüşlərdə bu məsələlər belə deyək də, görüşlərdə bildirilir və həmin işə götürənlər tərəfindən yarmarkada iştirak edilməsinə təşviq olunur. Toğrul bəy, siz qeyd elədiniz ki, artıq 100-dən çox yarmarka keçirilib, məhz birinci yarım ildə, düzdürmü? Nə qədər işə götürən iştirak edib, nə qədər vakansiya təqdim olunub bu yarmarkalarda? Statistik göstəricilər necədir? Bəli, ümumilikdə 126 əmək yarmarkası keçirilib və bizim 1500 işə götürənimiz bu yarmarkalarda iştirak edib və 10 minə yaxın 9569 vakansiya ilə həmin belə deyək, əmək yarmarkalarında təmsil olunublar və işsiz iş axtaran şəxslərlə öz birbaşa bilavasitə təmas yaradaraq həmin vakansiya uyğunluğu ölçülmüş ilkin mərhələlərdə və sonraki mərhələlərdə isə digər müsahibə prosesi həyata keçirilmiş və təbii ki, vakansiyanın tələblərinə uyğun olan şəxslərin işə qəbul prosesi aparılmışdır. Prosesdən elə bir yarmarkadan danışırıq. Mən istəyirəm ki, ümumi bir prosesi də izah eləyək. Əmək yarmarkalarının keçirilməsi prosesi necə başlayır? İşə götürənlərlə regional məşğulluq filialları tərəfindən gedib görüşlərmi olur bir-bir ki, biz yarmarka təşkil eləyək və s. və yaxud da ki, onlar özləri bir müraciət eləyirlər ki, gəlin yarmarka eləyək. Çünki burada mini yarmarka ilə böyük yarmarkaların hərəsinin özünün bir keçirilmə fəlsəfəsi var. Bunu izah eləyərdik ki, yarmarka, bu aktiv məşğulluq tədbiri necə ərsəyə gəlir? Bəli, ümumiyyətlə burada işə götürənlərlə işsiz iş axtaranların təmas yaradılması üçün həyata keçirilən bir aktiv məşğulluq tədbiridir. Yarmarka ümumiyyətlə üç növü var və bu iqtisadiyyatın bütün sahələrini əhatə edən ümumi yarmarkalardır. İqtisadiyyatın ayrı-ayrı sahələrini belə deyək də, əhatə edən ixtisaslaşmış yarmarkalardır və sonuncu ayrı-ayrı regionlar üçün əmək bazarının tələbatına uyğun keçirilən mini yarmarkalardır. Bu üç formatda bizim əmək yarmarkalarımız həyata keçirilir. Qeyd etmək istərdim ki, ümumiyyətlə ilk növbədə agentlik olaraq biz vakansiya bankını təhlil edirik və vakansiya təqdim edən işə götürənlərlə əlaqə saxlanılır və həm belə deyək, yerində görüşlə, həm də dəyirmi masalar ətrafında biz həmin işə götürənlərlə birgə görüş keçiririk və əmək yarmarkasının təşkil olunması üçün təkliflərimiz verilir. Və bu təbii ki, qarşılıqlı şəkildə olan bir proses olduğundan yekun qərara əsasən bizə müraciət edən həm işə götürənlər, həmçində bizim vakansiya bankında vakansiya təqdim edən işə götürənlərlə birgə əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur. İlin əvvəlindən biz proqnozlaşdırırıq. Bunu xüsusi bir cədvəl şəklində bütün təsdiqini aldıqdan sonra regional məşğulluq filiallarına göndəririk və 3 aydan bir az olmayaraq, 3 ayda bir əmək yarmarkasının az olmayaraq müxtəlif regionlarda əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur. Təbii ki, bu məsələdə işə götürənlərimiz xüsusi dəstək göstərir. Eyni zamanda da biz işsiz iş axtaran şəxslərə keçiriləcək əmək yarmarkaları harda olacaq, onların
vaxtı, zamanı, hansı vakansiyalar təqdim edəcək, hansı işə götürənlər iştirak edəcək, onunla bağlı öncədən biz rəsmi internet səhifəmizdə, sosial şəbəkələrdə bu elanları paylaşırıq və işsiz iş axtaran şəxslərimiz orada elanla tanış olduqdan sonra şəxsiyyətini təsdiq edən sənədlə əmək yarmarkasına yaxınlaşa bilir və orada real vakansiyalarla tanış olur, karyera imkanları ilə, peşə, belə deyək də, real bazarda olan tələb olunan peşələrlə tanış olur, peşə yönünə dair məsləhət xidməti alınır, peşə hazırlığına cəlb olunur, digər aktiv məşğulluq tədbirlərimizə cəlb olunur və qeyd etmək istəyirəm, həm işə götürən tərəfindən, həm işsiz iş axtaran tərəfindən əmək yarmarkalarında iştirak və bu xidmətlərdən belə deyək də yararlanmaq tam ödənişsizdir və burada biz sırf məqsədimiz işsiz iş axtaran şəxslərin məşğulluğunu təmin etməkdir və bu sahədə işə götürənlərin tələblərinə uyğun şəxsləri həmin belə deyək də işlərin təmin edilməsində dəstək göstərməkdir. İşə götürənlər üçün elə sizin qeyd elədiyiniz məsələdən yola çıxaraq soruşmaq istəyirəm. İşə götürənlər üçün əsas nə üstünlükləri var əmək yarmarkalarının keçirilməsinin? Daha doğrusu bu tədbirlərdə onların iştirakının? Qeyd etdiyimiz kimi işə götürənlər yarmarkada iştirak edən bütün iştirakçılarla tanış olur. Onların vakansiyalara uyğun, tələblərinə uyğun şəxslərin CV-sini toplayır və yaxud da ilkin müsahibə keçirilir həmin yerdə və əgər uyğun kadrdırsa növbəti mərhələyə çağırılır və bu kimi üstünlükləri var. Həmçinin özlərinin real bazarda olan kadr potensialını ödəmək üçün yerində baxış keçirə bilir, öz stendini qurur, bir növ digər şirkətlərlə də orada kommunikasiya yaradır, əlaqələr qurur. Bu və ya digər formada olan üstünlük və həmçinin bizim digər aktiv məşğulluq tədbirlərimiz var ki, onlarla da biz həmin əmək yarmarkasında müzakirə edirik, onlarda iştirakına dəvət edirik. Onlarla bağlı da ətraflı məlumatlandırma, maarifləndirmə, təbliğat işi aparılır. Toğrul bəy, bir də əmək yarmarkaları ali təhsil ocaqlarında da həyata keçirilir. Xüsusilə bu məzun günü ərəfəsində tədris ili bitməmiş bir çox universitetlərdə bu həyata keçirildi. Bu da həmin o kvotaya daxil olan yarmarkalardandırmı, yoxsa bu növbədən kənar tələbə və məzunlar üçün keçirilən əmək yarmarkalarıdırmı? Yox, bu növbədən kənar deyil, elə bizim bildiyimiz əmək yarmarkalarıdır. Və həmin əmək yarmarkası çərçivəsində keçirilir və mən bir statistikada bildirə bilərəm ki, cari ildə 10 biz universitetlə birgə əmək yarmarkası keçirmişik, karyera günü keçirmişik və qeyd etmək lazımdır ki, 300-dən çox şirkətimiz bu əmək yarmarkalarında 1500-dən çox vakansiya ilə iştirak etmişlər və həmçinin də burada iş axtaran işsiz şəxslər, həmçinin də tələbə məzun belə deyək, universiteti yeni bitirmiş şəxslər də bazarın, əmək bazarında olan tələb olunan vakansiyalarla tanış olmaq, işə götürənlərlə ilkin müsahibələrdə iştirak etmək, o təcrübələri qazanmışlar. Əslində tələbələr üçün çox yaxşı bir fürsətdir bu. O qədər işə götürən, o qədər vakansiyanı eyni yerdə görmək. Əlavə olaraq bizim həmçinin bu illəri 7-ci yerli şirkətlərin tanıtım sərgisində iştirak eləmişik. Orada xüsusi stendlə belə deyək, təmsil olunmuşuq və 4 gün davam edən sərgidə hər gün müxtəlif sayda 11 işə götürən iştirakı ilə əmək yarmarkası həyata keçirmişik. 44 işə götürənimiz orada 200-ə yaxın vakansiya ilə təmsil olunmuşdur və sərgiyə gələn bütün şəxslər orada həm vakansiyalarla tanış oldu, həmçində işsiz iş axtaran şəxslərimiz real həmin işə götürənlərlə orada müsahibələrdən keçirdi, öz CV-lərini təqdim edirdilər və növbəti mərhələyə keçirilirdi. Digər bir bizim işə götürənlərlə birgə Kaspian Agrovik sərgisində orada biz xüsusi stendlə tanış olduq və xüsusi stendlə təmsil olunduq və həmin stenddə biz dəyirmi masalar keçirdik, digər belə deyək, sərgidə iştirak edən şirkətlərlə görüşdük, öz bukletimizi, öz belə deyək də aktiv məşğulluq tədbirlərimizi onlara təklif etdik və müəyyən əlaqələr yarandı və bu da bizim işə götürənlərlə sıx əməkdaşlığımızın bariz nümunəsidir. Ümumiyyətlə, qarşıdakı dövrdə, yəni ilin ikinci yarısında başqa varmı əmək yarmarkalarının keçirilməsi ilə bağlı belə xüsusi gözlənilən bir tədbirlər və ümumiyyətlə prosesin necə davam elətdirilməsi planlaşdırılır? Ümumiyyətlə, növbəti mərhələdə də yenə yarmarkaların keçirilməsi nəzərdə tutulur və hətta bir böyük işğaldan azad olmuş ərazilərdə böyük yarmarka, əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur və qeyd edirəm,
bayaq qeyd etdiyim kimi 200 əmək yarmarkası hədəfinə çatmağı artıqlaması ilə yerinə yetirməsi üçün işlər görməyi davam etdirəcəyik. Elə işğaldan azad olunmuş ərazilər dediniz, ayın 9-u Ağalı kəndində, Ağalı oteldə də bir əmək yarmarkası olacaq. Bir qədər əvvəl xəbər blokunda da bunun elanını verdik. Əgər həmin ərazilərdən efirimizi izləyənlər olarsa, məlumatları olsun. 80-dən çox vakansiya həmin yarmarkada təqdim olunacaq. Toğrul bəy, vaxtımız başa çatmamış, istəyirəm digər istiqamətlərə də qısa şəkildə toxunaq. İlk olaraq birgə maliyyələşmə proqramını qeyd eləmək istəyirəm. Çünki bu da həm işə götürənlər, həm işsiz və iş axtaran şəxslər üçün olduqca faydalı bir proqramdır. İlin birinci yarısında necə davam elədi bu proses və hansı nəticələr əldə olundu? Ümumiyyətlə, əmək haqqının bir hissəsinin maliyyələşməsi, qısaca birgə maaşmə bizim işə götürənlərimizin ən çox sevdiyi aktiv məşğulluq tədbirlərindən biridir. Çünki sosial iş yerlərində işçilərin əmək haqqısının və əmək haqqına üstəlik bölməsinin 50%-ni Dövlət Məşğulluq Agentliyi maliyyələşdirilir. Sadəcə olaraq şirkətlər özlərinin tələbatına uyğun vakansiyanı vakansiya bankına təqdim edirlər və əmək və məşğulluq sistemindən müvafiq bölmədən ərizəni doldurmaqla bizə müraciət edirlər. 10 iş günü ərzində biz baxıb, qiymətləndirib, müsbət və yaxud da mənfi qərarla şirkətə geri dönüş edirik. Sadəcə olaraq bu proqramın mahiyyəti ondan ibarətdir ki, işə götürənin vakansiyanın tələblərinə uyğun şəxsi işlə təmin etdiyi halda onların əmək haqqının 50%-i Dövlət Məşğulluq Agentliyi tərəfindən qarşılanır. Bu proqrama kimlər qoşula bilər? Dövlət bələdiyyə mülkiyyəti xaric və dövlət nəzarət zərfi, dövlətə məxsus olmayan bütün digər işə götürənlərimiz müraciət edə bilər. Son bir ildə fəaliyyəti olmalıdır və belə deyək də, əmasda, əmək məşğulluq alt sistemində müraciəti formalaşdırıb bizə göndərməlidirlər. Xüsusi diqqət yetiriləcək məqam ondan ibarətdir. İşə götürən bizə müraciət etdiyi vakansiya üzrə, vəzifə üzrə digər iş yerindəki əmək haqqıdan 10%-dən çox fərqlənməməlidir. 10%-lik limiti təşkildilmiş bir rəqəm olmamalıdır da burada. 10%lik fərqi gözləsə, digər belə deyək də neqativ hal olmur və mənfi nəticələnmir müraciət. Biz bütün işə götürənlərin, işçilərinin 20%-i 30 sosial iş yerindən çox olmamaqla maliyyələşdirə bilirik. Bir işə götürən üzrə? Bir işə götürən üzrə, bəli. Maksimum say 30-dur və ümumi işçilərinin 20%-ni əhatə edir. Digər bir məsələ ondan ibarətdir ki, şirkətin işə qəbul edəcəyi vətəndaşla bağladığı müqavilənin minimum 6 aydan az olmayaraq müqavilənin yarısı qədər. Tutaq ki, 24 aylıq müqavilə bağlasa biz 12 ayın maliyyələşdiririk. Maksimum 12 ay maliyyələşdirilir. İşə götürən işçi ilə 18 ayda müqavilə bağlaya bilər. Bu halda isə biz 9 ayın maliyyələşdiririk. Müqavilənin yarısı qədər maliyyələşdirilir. Maksimum müddət amma 1 ildir. Maksimum müddət 12 aydır, bəli. İşə götürənlərimiz bu proqram çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan işə düzəlməkdə çətin çəkən şəxsləri əsas üstünlük təşkil edən kateqoriya kimi məşğulluğunu təmin etməlidir. Bunlar kimlərdir? 50 olan şəxslərdir, şəhid ailə üzvlərdir, 20 yaşadakı gənclərdir, bir və ya daha çox uşağını tək başına böyüdəndir və 5 və ya daha çox uşağı olan valideynlərdir, pensiya yaşına 2 ildən az qalmış şəxslərdir. Amma digər kateqoriyaları da götürə bilərlər. Bəli, digər bu kateqoriyalar üstünlük təşkil edir. Amma digər bu şəxslər vakansiyanın tələbatını ödəmirsə, tələblərini ödəmirsə, digər şəxslər də işlə təmin oluna bilər. Qeyd etmək istərdim ki, 2026-cı ilin birinci yarımilində biz 1000-dən çox şəxsi birgə maaşmə ilə işə qəbul olunub və 190-dan çox şirkətlə biz əməkdaşlığa başlamışıq, yeni əməkdaşlıqdır. Bu birinci yarım ilin rəqəmidir? Bu birinci yarım ilin rəqəmləridir, bəli. 2020-ci ildən artıq biz start vermişdik bu proqrama. Ümumiyyətlə 5800-dən çox şəxsimiz bu proqram çərçivəsində işlə təmin olunub. 1000-dən çox biz şirkətlə ümumi əməkdaşlıq müqaviləsi bağlamışıq. Bugün də bu proses davam edir. Şirkətlərimizlə müqavilə bağladıqdan sonra işə qəbul prosesi aparılır. İşə qəbul prosesi yekunlaşdıqdan sonra hər ayın sonunda onlar ödəniş sənədini bizə təqdim edirlər və növbəti ayın 5-nədək biz onlara əmək haqqının və üstəlik bölməsinin 50%-ni ödənişi işə götürənə edirik. Xüsusilə işə götürən sayından hiss olunur ki, artıq işə götürənlər bu proqram barədə məlumatlıdırlar.
və özləri də maraqlıdır qoşulmaqda. Çox yaxşı göstəricilərdir. Təşəkkür edirik Toğrul bəy gəldiyiniz üçün və ətraflı məlumatları çatdırdığınız üçün. İlin ikinci yarısında da sizə bolluca uğurlar arzulayırıq. Çox sağ olun, minnətdaram. Sağ olun. Təşəkkür edirik. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz. Bugünkü efirimizdə əsasən əmək yarmarkalarından danışdıq və eyni zamanda sosial tərəfdaşlarla birgə həyata keçirilən digər məşğulluq tədbirlərinə də qısa şəkildə toxunduq. Bugünlük sizə çatdıracaqlarımız bu qədər. Növbəti həftə yenə görüşəcəyik. Özünüzü qoruyun. Hələlik.